İlk baxışdan birdəki təhsilin üç pilləli strukturu Bologna sistemindən heç nə ilə fərqlənmir. Məlumunuz olduğu kimi bakalavr, magistr, doktorantura, klassik struktur Bologna sistemində və bütün Bologna sisteminə daxil olan qurumlarda və Azərbaycanda da bu cürdür. Lakin doktoranturaya qəbul qaydalarında qeyd olunması ki, doktoranturada təhsil fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata keçirilir. Artıq bu müddəa Azərbaycanda doktorantura təhsilini qərb modelindən əsaslı olaraq fərqləndirir. Bu məqam Azərbaycanda doktorantura təhsilinin beynəlxalq təcrübə ilə ən ziddiyyət təşkil edən məqamıdır. De facto bizdə təhsil 4 pilləlidir. Bakalavriat, magistratura, fəlsəfə doktoru, elmlər doktoru. Hamıya yaxşı məlumdur ki, PhD dərəcəsini alanların bizdəki ekvivalenti elmlər doktoru yox, fəlsəfə doktorudur. Bizdəki elmlər doktorunun birbaşa qarşılığı əksər Avropa ölkələrində, sivil dünyada yoxdur. Bəzən habilitasyon və yaxud postdoktorantura nisbətən uyğun gəlir ki, onun da əldə edilməsi üçün heç bir müdafiəyə ehtiyac hiss olunmur. Müqayisə üçün deyək ki, Rusiya Bologna sisteminə daxil olsa da, 2022-ci ildə təzədən çıxarılsa da oradan, onlar zahiri struktur etibarilə də, daxili məzmun etibarilə də doktoranturanın əvvəlki prinsiplərə daha çox uyğun saxlayıblar. İndi 2022-ci ildən Rusiya Bologna sistemindən Ukrayna müharibəsi ilə bağlı azad olunubdur. Hərçənd ki, Rus təhsil ekspertləri özləri Bologna sistemindən çıxdıqlarını iddia edirlər. Ümumiyyətlə, hal-hazırda Bologna sisteminə Rusiyada bir tənqidi münasibət hökm sürür. Hər yerdə, çox yerdə. İki məqam üzərində tənqidi münasibət var. Bir, onu tənqid edirlər ki, baza təhsili kimi bakalavriat 4 il azdır. Bir də onu daha çox tənqid edirlər ki, bakalavriatla magistratura arasında radikal ixtisas seçimi düzgün deyil. Belə ixtisas seçimi magistratura ilə aspirantura arasında daha doğru olardı. Hər halda orada hal-hazırda köhnə sistemi əsas götürmək şərti ilə axtarışlar gedir. Deməli, Putinin 2023 may ayındakı sərəncamı əsasında Rusiyada məsələn bu müqayisələr üzərində çox dayanmırıq. Yəni irəliyə getmiş, inkişaf etmiş təhsil sistemlərindən biri kimi Yaponiyada da Bologna sistemi strukturu əsas götürülmüşdür.